əziz iştirakçıları, çox dəyərli, çox hörmətli Şəmkirlilər, məmləkətimizin, torpağımızın, yurdumuzun, Şəmkirimizin dəyərli insanları. Mən arzu edirəm hamınızın ocağınızda, hər birinizin ünvanınızda olsun balalarınızın belə gözəl anları, belə məclisləri, belə tədbirləri, belə toyları. Tədbirlər demişkən, bəli, doğma Şəmkir, gözəl bir ziyafət, özəl bir tədbir. 2026-cı il, rəqəm də 1. O ki qaldı 1 iyun gözəlliyinin özəlliyi baxımından çıxışımıza Beynəlxalq Uşaqlar Günü münasibətindən bütün balalarımızı, bütün övladlarımızı, bütün uşaqlarımızı təbrik edirik. Məncə onları alqışlarla təbrik etsək daha gözəl olar. Varmı alqışlarınız? Allah hər birinizin balalarınızı qorusun, övladlarınızı qorusun. Çox sağ olun. Sonsuz idim ömrün yarı yaşında. Əziz balam, bu dünyaya xoş gəldin. Bənövşəm, çiçəyim, qızıl gülüm, bu dünyaya xoş gəldin. Müqəddəs qismətim, payım, səsim, küyüm, ünüm, ayım, həm də harayım, aysız qabulağım, köpüklü çayım, gür şəlaləm, bu dünyaya xoş gəldin. Öz gəlişi ilə ailəmizə, ocağımıza böyük sevgi və məhəbbət bəxş edən Əlib anamızı Rəbbim qorusun. Əlbəttə ki, o bir dənədir. Əlbəttə ki, o bir dainədir. Nənəmiz də dür dainədir. Necə demişdim, bilmək olmaz gələcəkdə kim olan. Ya alimdir, ya həkimdir, ya müəllimdir, ümumən ya da dahidir uşaqlar.